5-ci günün duası. Bismillahirrahmanirrahim. Allahümme cealni fihi minel mustaghfirin وَاجْعَلْنِي فِيهِ مِنْ عِبَادِكَ الصَّالِحِينَ الْقَانِتِينَ وَاجْعَلْنِي فِيهِ مِنْ أَوْلِيَائِكَ الْمُقَرَّبِينَ برأفتك يا أرحم الراحمين. Ey mənim Allahım, məni bugün tövbə və istiğfar edənlərdən qərar ver. Məni dostların sayılan salih bəndələrindən qərar ver. İlahi, öz məhəbbət və mərhəmətinlə məni bugün də sənə yaxın olan bəndələrindən qərar ver. Ey mərhəmət edənlərin mərhəmətlisi!